Yazıram onda başlıq kimi. Bu niyə yazmadım? Hə, Ben ilk defa Vektor, değiştireceğim ders adını. Ders vektorlar dərsini. vermem. Rahat mövzudur. Deməli, başlayaq. Vektorlar, deməli, işarə olunacaq. Məsəl üçün, A hərfindən üzərində oxla göstərir. Bu ox vektor deməkdir. Vektor özü istiqamətlənmiş düz xəttdir. Deməli, A vektorunun komponentlərini və yaxud da onun elementlərini, koordinatlarını x, y ilə işarə edirlər. Hər hansı bir A nöqtəsi verilsə böyük hərflə içərisinə x, y yazılsa və yaxud da ki, bir B nöqtəsi verilsə içərisinə koordinatları mn yazıramsa, bizdən əgər AB vektoru soruşursa, onda B-nin cavabından çıxacaqsınız burada A-nın cavabını. Yox, əgər soruşsa ki, B, A vektorunu tapın, onda A-nın cavabından B-nin cavabını çıxmaq lazımdır. Məsələn, nümunə kimi necə göstərə bilərik? Yazaq nümunə. Yani birinci hansını değilse ikincinin cevabını çıkmalıyız ondan. İndi misala bax, görəcəksən. Misalda tam tutacaqsan nə demək istədiyimi. Məsələn, A nöqtəsinin koordinatları olsun 6 ilə -4. B nöqtəsinin koordinatları da olsun, tutalım ki, -3 ilə 5 verilir. Zahmet olmasa derse yazarız. Necə? Derse yazarız zahmet olmasa. Məncə gedir. Yox, gəlir, dərs gedir, yazılır. Aha. Rekord gedir, hə. Deməli, bunlar veriliblər. Və bizə deyir ki, AB, AB-ni tapın deyir. Onda nə edəcəyik? Və hər zaman oxun sonundakından əvvəldəkini çıxmaq lazımdır. Yəni sonda B-dir, əvvəldə A-dır. Yəni bu B-nin cavabından A cavabını çıxmaq lazımdır. Yazıram onda birinci B-ni -3 ilə 5-i, sonra isə yazıram A-nı 6 ilə -4-ü. Çıxma necə olur? Birincidən birincini çıxıram, ikincidən ikincini çıxıram. Alt-alta baxıram, bax. Bu -3-dən 6-nı çıxırsam, -3 çıxılsın 6, bizə verəcək -9. 5-dən də altındakı -4-ü çıxırıq. 5 çıx -4 bərabər. Bu ortada 2 dənə mənfi bizə müsbət verəcək. Mənfi ilə mənfi. Toplanır 9 verir. Deməli, koordinatlarımız oldu bizim AB vektorunda. Birinci -9 tapdıq, ikinciyə müsbət 9 tapdıq. Aydın Aynur, başa düşdün? Bəli ama ne var efendim? Menfisten çıkılsın altı ne oldu? Çıkmak değil de ha çünkü. Çıxmalıyıq. Bax, yuxarıda qayda kimi nə yazmışam? AB Ha deyəndə. B-dən A aha. çıxmaq lazımdır. Bəli bəli. B-A desəydi, A-dan B-ni çıxacaqdıq. Aydındır? Hı, bəli. Bu belə. Sonra vektorların toplanmasına baxaq indi. Toplanması. Bəs mənfi müəllim müsbət olmur. Hə, Bu müsbət oldu. vurmadadır. Bu Hə, sadəcə -3, -6 bir yerdə -9 verdi. Aydındır? bəli. Toplanmasına baxanda, məsələn, A vektorunun koordinatları düstur kimi yazılan birinci x-lə y-dir. B vektorunun koordinatları isə m-lə n-dir. Toplanmasında A vektoru soruşur üzərinə gəlinsin B vektoru nəyə bərabərdir? Heç nə. Burada birinci ilə birincini toplayacaqsın, ikinci ilə ikincini. Yəni x ilə m toplanır, nöqtəli vergül, y ilə də n toplanır. Eyni şəkildə çıxılmasını yazsaq, çıxılması. Yenə A vektorunu yazıram koordinatlarını x ilə y, B vektorunun koordinatlarını da m ilə n yazıram. Çıxanda nə edəcəyik? Heç nə. X-dən Toplama da M çıxırdı. bəli, x-dən çıxacağıq m-i, Y-dən də y-dən N. çıxacağıq n-i. İndi misal yazaq hərəsinin altından. Yazaq buradan nümunə. Məsələn, deyirəm ki, A vektorunun koordinatları tutalım ki, 4 ilə 3-dür. B vektorunun koordinatları da olsun -2 ilə 5. Deyir onda A Hı. vektoru üzərinə gəlsin B vektorunun koordinatları nəyə bərabərdir? 4 ilə Hı. -2 toplayıram. 4 üzərinə gəlir -2. Bu artıq müsbət 2 verəcək də. 4-dən 2 çıxmaq deməkdir.
Hı Bir hı. də 3 üzərinə gəl 5. Bu da bizə verdi 8. Deməli cavab olacaq onda 2 ilə 8. Hı hı. Aydındır? Bəli. Bəli. Digər nümunə yazaq. Deyirəm ki, A vektorunun koordinatları məsəl üçün olsun 6 ilə -1. B-nin koordinatları da -1 ilə -5 olsunlar. Deyir indi A vektoru çıxılsın B vektorunun koordinatlarını tapın. A'da birinci 6 çıxır. 6'dır. 6 çıx -1. Hı hı. Orta 2 dənə 6 mənfi var da. 7. Mənfi ilə mənfi bizə toplama verirmi? 6 üzərinə gəl 1. Oldu 7. Bəli. Digərində -1 çıx -5. O Bu da da mənfi toplama ilə verir. mənfi bəli yenə toplama verdi. Bu da -1'in üzərinə 5 yazanda 4 eləyəcək də. Deməli cavab Hı hı. oldu 7 ilə 4. Aydın Hı hı. oldu. Bəli. Sonra vektorların var ədədə vurulması, sonra hesablanması. Yazaq indi ədədə vurulması. Ədədə vurulması deyəndə nə edəcəyik? Adi bir dənə vektor götürürəm. A vektorunu koordinatları tutalım ki, -1 ilə 4'dür. Əgər mənə 2A vektorunu tap desə, həmin vektorun içindəki ədədləri 2-yə vurmalıyam. 2-yə vuranda olacaq artıq nə? -2, 2 ilə 1. bəli, bir də 8. Yəni bunların hər 8. ikisini, bunların ikisini də vurduq 2-yə. Aydın oldu Bəli. mu? İndi Bəli. buna aid misal nə forması Bəli. düşür? Tutalım yazıram nümunə. Deyəlim ki, verib belə bir misal. A vektorunun koordinatları -1, 7 və B vektorunun da koordinatları olsun 3, -2. Bizdən soruşur ki, 3A vektoru üzərinə gəlinsin 2B vektoru bərabərdir suala. Baxıram ki, A vektorunun cavabını nə ediblər? 3-ə vurublar. B-ni də 2-yə vurublar. 2 Qarşısındakı ilə ədədlərə hansıdır? Deməli, mən də bəli. gətirirəm bu A vektorunu 3-ə vururam. 3-ə vuranda Hı orada hı. olacaq nə? Bir dənə 3. Mənfi -3. 3 ilə 7-yə vuranda 21. Sonra üzərinə bəli. gəlirəm. B vektorunu 2-yə vururam. 2-yə vuranda bunları da 3 6 bənci ilə 1. 6. bir də -4 eləyəcək də. İndi bunları toplamaq lazımdır. Yazıram -3 üzərinə gəl 6. Biri mənfi, biri müsbət olanda böyük ədəddən kiçik ədəd çıxırıq və böyük işarəsini yazırıq. 6-dan -3 çıxır. 6 çıx 3 eləyir də. Onda olacaq müsbət 3. 21-in də üzərinə -4 gələndə olacaq bu da 17. Deməli cavabları tapdıq ki, oldu 3 və 17. Aydındır? Mənfi 3 üstəgəl 6-nı hardan yazdıq? Nəyə görə? Alt-alta bax buradan toplamasını istəyirək bizdən Aynur. Hə. -3, 6. Bunları topladım. Aha, hə. Bir Vurandan də sonra. 21 ilə də -4'ü topladım. Bəli. Aha, bildim. Aydın oldu. Bəli. Sonra bax Bəli. vahid vektor. Vahid vektor. Vahid vektor o deməkdir ki, vahid sözünün mənası birdir də. Yəni bir dənə koordinatları versin vektorun x ilə y. Əgər bu vektorun vahid olmasını istəyirəmsə, onun koordinatlarının kvadratları cəmi 1-ə bərabər olmalıdır. Yəni x-in kvadratı üzərinə gələ y-in kvadratı bərabər olmalıdır 1. Bu şərt ödənməlidir. Məsələn, bir nümunə yazaq. Deyir ki, A vektorunun koordinatları olsun 5'də 3 və B. Sual deyir ki, B-nin hansı qiymətində vektor vahid olar. Vahid vektor olar yazıram qısaca. Vektor olar. Vahid vektorun qaydası dedik ki, nədir? Kvadratlarının cəmi 1-ə bərabər olmalıdır. Yəni 5'də 3'dür birinci ədədimiz kvadratı. Üzərinə Bəli. ikinci ədədimiz B-dir. B-nin kvadratı bərabər olmalıdır 1-ə. Bunu hesablamaq lazımdır. 5'də 3'ün kvadratı, yəni 5'in kvadratı 25. Sürətdəki 3'ün kvadratı 9. 9. Üzərinə gəlinsin Benim de B-nin var. kvadratı bərabərdir 1-ə. Mən B-nin Hı. kvadratını tapanda
Bu bir qalır öz yerində. Bu 25-də 9-u aparıram digər tərəfə. Olur çıxılsın 25-də 9. Bu da mənə verəcək b kvadratı bərabərdir. 25 məxrəcdə qalır. Bu 25-i buradakı 1-ə vururam. 25 eləyir. 9-un da çıxanda burada 16 qalır. Aydındır. 9'un 25-dən 20. çıxıram 9-unu da 16 qaldı. Hı. Buradan b də bərabərdir. 25-dən 16 nəyin kvadrat? 25 5-in kvadratıdır. 16 isə Böyle 4-ün 16. kvadratı. 4. Plus minus yazıram. Ya müsbət ya mənfi hər ikisi ola bilər cavablarda. Yekunda cavab oldu bu. Plus minus mənfi plus nə daha doğrusu mənfi müsbət 5-də 4. Aydındır. Böyle. Elə bizdən də b-nin qiymətini soruşurdu. Sonra baxaq indi vektorların uzunluq, yəni bu sözün hamısını bir yerdə yazmır. Mən yazıram. Vektorların və bu sözlərin hamısı eyni düstura hesablanır. Uzunluğu, daha sonra desəm modulu, bir də mütləq qiymət. Mütləq qiymət. Bunların hər biri eyni şeydir. Elə bir sinonimlər də belə yadda saxlayın. Hamısının bir dənə qaydası var ki, məsələn, A vektoru verdi bizə, koordinatları x-dən y olsun. Onda bunun uzunluğunu tapanda, və yaxud da modulunu tapanda yazılar, modulda A bərabər kökün altında x-in kvadratı üzərinə gəlsin y-in kvadratı şəklində yazmaq lazımdır. Bu oldu bizim modulun düsturu, uzunluğun düsturu, mütləq qiymətin düsturu. Fərqi yoxdur. Hər birinin adını çəkə bilər. Nümunə kimi nə formada yaza bilərik? Məsələn, bir dənə vektoru ən sadəsini yazıram hələ ki. A vektorunun koordinatları olsun -3, 4 deyir, uzunluğunu tap. Onda yazacağıq A beraberdir. Yazırıq ki, onda A modulda modulda A böyle. bərabərdir. Kök altında 3'ün -3-ün kvadratı. kvadratı 3 kvadrat, üzərinə 4'ün gəl kvadrat. 4-ün kvadratı. Bu eləyəcək 9, üzərinə gəl 16, toplayanda eləyəcək kök altında 25, buradan cavab çıxacaq 5. 5. Deməli oldu, Bəli. uzunluğu 5-ə bərabərdir. Aydındır. Bəli. Bəli. Sonra başqa bir nümunə yazıram. Biraz nümunəni dəyişək. 3 mənfi deyə mötərizədə yazırıq. Bəli, mənfi olduğuna görə mötərizədə yazdım. Daha belə bir şey deyim. Biri var -3-ün kvadratı, biri var -3-ün kvadratı bu şəkildə. Və bu mənfi mötərizədədirsə, onda kvadratı müsbət 9 verir. Mənfi qıraqdadırsa, sadəcə -9 verəcək. Əslində bu mənfi var ha qabaqdakı. Bu o deməkdir ki, -1 vurulsun 3-ün kvadratı. Bax, bu belə deməkdir. -1 qabaqda qalır. Aydın oldu? Bəli. Yəni, mötərizənin içərisində olanda mənfiyə təsir edir, mötərizənin içərisində olmayanda heç bir təsiri yoxdur, olduğu kimi qalacaq. Sonra nümunə digərinə baxaq. Məsələn, bir A vektoru versin, koordinatları olsun 1 ilə 5. Bir dənə də B vektoru versin, koordinatlar da olsun 2 ilə 1. Sonra deyək ki, 2A vektoru üzərinə gəlirsin B vektoru uzunluğunu tap deyir. A modul, AB modulda. Əvvəlcə mən nəyi tapmalıyam? 2A üzərinə gəl, B-ni tapmalıyam. 2A-nı tapmaq üçün A-nın içindəkiləri 2-yə vurmalıyam da bunları, düzdürmü? 2-yə Bəli. vuranda 2 ilə 10 elədimi? Hı. Bax, söhbət buradan gedir də. 2A vektorunu tapdım. İndi B vektorunu da altından yazmalıyam. B 2 vektorunun ilə 2, koordinatları 4. da 2 ilə 1-dir. Bunların cəmini tapmalıyam. 2 ilə 2, 4. Toplayanda 2 ilə 2 4 eləyir. 10 ilə də 1 11 elədi. İndi uzunluq tapa bilərsən. Kök altında 4-ün kvadratı üzərinə gəl 11-in kvadratı. Bu da eləyəcək 16 üzərinə gəl 121. Bu da eləyəcək 137. Aydın oldu, kökdə Müəllim, qalacaq. hə, B-nin qiymətinə vurdunuz ki, sonra onları üstbəyiz topladınız. Hə. Nəyi deyirsən? Topladıqda bunlar B-nin özü qaldı. Bəli. Çünki B-ni heç nəyə vurmayıb axı. 2A üstəgəl Hə, B yazıb. Aydın bəli, bəli, oldu. bəli. Sonra indi belə də misal verə bilər sizə. 2A, 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 2A
Amma 4-ün kvadratı yazdığı 311 kvadrat. O bayaqkı düstura görədir. Bəli, bəli. Uzunluq deyəndə kök altında kvadratların toplamaq lazımdır ona görə. Aydın oldu? Bəli, bəli. İndi baxıram nəyə? Belə qrafiklə verəndə nə edəcəksiniz? Qrafik üzərində bura y oxudu, bura isə x oxudu. Məsələn, bizə bir dənə verdi bunu. Tam ki, buranı verib mənə 3, buranı da verib 4. Bu da A vektorudur. Sual verir ki, A vektorunun komponentlərini tapın. Yəni, mötərizənin içində x-lə y tapın deməkdir. Ona yiyəcəksiniz. Birinci baxıram nəyə? Bu x oxudu da aşağıda yazdığımız. Və bu isə x oxudu, düzdürmü? Buradan bura. Evet. Bu x oxudu. Bunun üzərində görürəm 3 var. Yəni x-in qiyməti var, 3-dür. Düzdürmü? Evet. X-in qiyməti 3 var, amma y-in qiyməti orada yoxdur. Ona görə belə yazıram, bax, bunun cavabını. Mötərizənin içində Diğeri yazılır. Və mötərizənin 4. içində yadda saxlayın. Birinci x yazılır, sonra y yazılır. Və burada 3 var, bu x-in qiymətidir. Deməli, bunun y yoxdur, 0-dır. Yuxarıya baxıram. Bu y-in qiymətidirmi? Bu 4. Y-in üstə daxil. Deməli, bunun x-i yoxdur, y-i 4-dür. Aydın oldu. Barışma biraz. Ha, bu x oxun üstüdür, görürsən. Bəli, bəli. Qırmızı On oxlan gedirəm. evet. Ha, budur, düzdür. Üstədir. Bəli. Mən burada nə qeyd elədim? Dedim, mötərizənin içində birinci x-in qiyməti yazılır, sonra y-in qiyməti yazılır. Düzdürmü? Bəli. X-in qiymətini burada görürsən 3-ü. 3. X oxun üstündə daxil. 3-ü yazdım mötərizənin içinə. Deməli, burada y yoxdur. 0 qoyduq ora. İndi göy oxa bax. Yuxarıya. Aha. İndi orada y-in qiyməti varmı? 4. 4. Aha. Və y-in 4 qiyməti yazdım. 4-ü yazmışam. Və bu y-in qiyməti 4. Onu da gətirdim, burada yerinə yazdım. Y-in qiyməti 4. Deməli, orada x-in qiyməti yoxdur. 0 yazdım ona da. Aydın oldu. Aha. Bəli. Bayaq nə Bəli. öyrətdim mən sizə? Oxun ucundakı cavabdan oxun əvvəlindəki cavabı çıxmaq lazımdır. Oxun ucunda yazılıb 3 ilə Bəli. 0. Düzdürmü? Bundan Bəli. çıxıram. Oxun lap başlanğıcında nə var? 0 ilə 4 var. Bunları çıxmaq lazımdır. 3-dən 0-ını çıxanda qaldı 3. 0-dan 4-ünü Buradan çıxanda qaldı -4. Cavab olacaq deməli 3 ilə -4. Aydın oldu. bəli. Sonra iki dənə nümunə yazın buna başqa formalı. Yazaq nümunələr. Nümunə 1 yazıram. Məsələn, yazıram ki, A koordinatları olsun 1, 3, B koordinatları olsun 2 ilə 1 verilib yazaq. Verilmişdir. Deyir ki, A, B üzərinə gəlinsin 2BA vektoru ilə BA üzərinə gəlinsin 3AB vektorunun cəmini tapın. Cəmini tapın. Bu demdir. AB B'dən A çıxırdı. Bəli. B A'dan B çıxırdı. Bəli, hər ikisini tap yerinə qoy. Deməli, AB deyəndə mən nə etməliyəm? B-nin Bir dənə cavabından 2 1-dən 1 3 çıxırıq. bəli, 2 1-dən çıxırıq 1-lə 3-ü. 2-dən 1 çıxanda qaldı 1. 1 1-dən 3-ün çıxanda qaldı burada -2. 2. Bu oldu AB-nin cavabı. BA-nın cavabı deyəndə uşaqlar, bunun əksidir. Heç hesablamaq ehtiyacı yoxdur. Bu oldu AB. BA deyəndə bunların işarələrini dəyişin. 2-yə vururuq onda. -1, 2 yazın. Da belə, işarələrini dəyişirəm. AB ilə BA bir-birinin əksi olacaq. Aydındır. Bəli. Bəli. İndi gəlin nəyi hesablayaq? 2 AB bir. üzərinə gəl 2BA-nın. AB-nin qiyməti bizdə nədir? 1 ilə -2-dir. Üzərinə gəl. Bəli. 2BA deyəndə bunu 2-yə vurmalıyam. Düzdür? Bəli. 2-yə vuranda neçə eləyəcək onda altından yazaq. -2 ilə 4 eləyir mi 2-yə vuranda? Bəli. 2BA-nın cavabı. İndi bunu alt-alta toplayaq gəlin.
Mənfi 2 ilə 1-i toplayanda mənfi 1 eləyəcək də. Mənfi 2 ilə 4-ü də toplayanda elə bir müsbət 2 eləyəcək. Aydındır bura kimi? Hı hı. Bu bir cavabımız. Bunu gəlin işarə eləyəyin. Bunu tapmışıq. Bu biri. Dəqiqə. Normal işarə eləyək ki, sonra görünsün. Aha. Bu bir cavabımız. İndi keçəyin digərinə. Lazımdır indi İndi bizə B-dən tapmaq. İndi hə, BA üzərinə gəl 3AB-ni. Onu da başqa rənglə yazım. BA, yəni mənfi 1 ilə 2 üzərinə gəl 3AB. AB-nin cavabı nə idi bayaq? Buydu da 1 ilə mənfi. bəli, Bunu vurmalıyam 3-ə. 3 ilə mənfi 6 elədi mi bu da? bəli, İndi bunları toplayaq. Alırıq görək nə? Mənfi 1 ilə 3 toplayanda bizə verəcək 2. Mənfi 6 ilə də 2-ni toplayanda mənfi 4 verəcək. Bunu tapdıqmı? bəli. Deyir, sonra bu Bəli. tapdıqlarının cəmini tap. İndi tapandan sonra aldığın cavabları toplamalıyam da. Yəni Bu da mənfi oldu. 1 ilə 2. Bəli, bunları toplamalıyam. Bunda işarələnmədi. Nəsə. Stop. Nəsə birləşdirdim. Hə. Bu ikisini toplayırıq. Onda yazıram ki, mənfi 1, 2 üzərinə gəlinsin 2 ilə 2 mənfi 4. mənfi 1. Bunları toplayanda indi mənfi 1 ilə 2-ni toplayanda müsbət 1 verəcək. 2 ilə də mənfi 4 toplayanda mənfi 2 verəcək. Aydın oldu. Bəli. Özüm biraz qarışıq məsələ yazdım ki, biraz da qarışıq misal görün. Tabii bu qədər də qarışıq görməyəcəksiniz. İndi mən özüm qarışıq verdim. Dəhşət uzun deməli. Bu yolun uzundur. Testdəkilər belə uzun deyil. Özüm uzun verdim misalı. Sonra, məsələn, belə bir nümunə. Deyir ki, A vektoru koordinatlara yazaq ki, 3, x olsun 4. Vektorun uzunluğu deyir. Uzunluğu 5 olarsa x'i tapın. Uzunluq nə idi uşaqlar? Kök altından kvadratlarının cəmidir də. Bəli. Yəni, kök altında yazıram 3-ün kvadratı. Üzərinə gəl x-in kvadratı. X-in Üzərinə gəl kvadratı 4-ün yəni kvadratı. 4 Bərabər kvadrat. olmalıdır 5-ə. O da eləyəcək kök altında 9. Üzərinə gəl x-in kvadratı. Üzərinə gəl 16. 16. Bərabərdir 5-ə. Kökdən çıxsın deyə kvadrata yüksəldirəm. Olur 9 üzərinə gəl x-in kvadratı. Üzərinə gəl 16 bərabərdir. Sağ tərəf olacaq artıq 25. Düzdürmü? Kvadratı sonra Necə? qurtardımsa x Yox. kvadratı. 9 və 16 bizə verəcək 25. Bərabər yenə 25-ə. 25-lər gedəcək buradan. X kvadratı bərabərdir 0. X də bərabərdir 0-a. Bu oldu Hı uşaqlar. -hı. Bizim həlli ilə tələb olunan sual olsa. Qısa Bəli. qayda kimi əzbərçilik olsun deyə bizim Pifaqor ədədlərimiz var. Onlardan istifadə edə bilərik. Pifaqor ədədləri. Pifaqor 3, 4, 5 kimi. Ay sağ ol. 3, 4, 5. Sonra qoy buraya yazın bir-bir onları. Ee, 3, 4, 5. Sonra 5, 12, 5, 12 13. bəli. Sonra 8, 15, 17 də var. Onu sonra yazıram. Bir də Onlardan 8, birisi. 15. Bunlar əzbərçi cavablardır. Pifaqor ədədləridir. Hə. Bu ədədlər. Bunların Bunlar hamısı. törəmələri də var. Ədədləri bir-bir 2-yə vursan digərini tapacaq. Məsələn, bu 3, 4, 5-in hamısını 2-yə vurun. 2-yə vuranda alacaqsınız nə? 6, 8, 10. 2-yə vuranda fikir ver. 6, 8, 10. İkincini 2-yə vursan 10, 24, 26. Üçüncünü 2-yə vursan eləyəcək 16, 30, 34. Aydındır. Yəni bunu artıra bilər 2-yə vura-vura. Aydındırmı? Fəqur həmişə bunlar olur da yəni. 3, 4 əsas bunlardır. Bəli, bu üçlərdə də işlədəcək Pifaqor ədədlərində. Yerdə qalanların normalında bu nə deməkdir əslində? Yəni 3-ün kvadratı üzərinə gəl 4-ün kvadratı bərabər 5-in kvadratı. Ödənirsə bu Pifaqor ədədidir. İndi nə edəcəksən bunu? 3-ün kvadratı 9, 4-ün kvadratı 16. Toplayanda 25 elədir. Sağ tərəfdə 5-in kvadratı 25 eləyirmi? Yəni bu şərt ödənir. Aydındır? İndi mötərizənin içinə bax. Sənə verib nəyi? 3-ü verib.
4'ü Bəli. verib, hazır 5 də verib. Deməli, bunların hamısı istifadə olunub. 3 də var, 4 də var, 5 də var. Deməli, cavab Hı, 0-dır. Çünki istifadə olunmayan, hamısı istifadə olunub deyə artıq 0 qalır orada. Aydındır mı? hı, bəli. Sonra başqa burada nəsə qaldı mı? Məncə bu bölmədə qalmadı deyə düşünürəm. Hamısını demişəm, bir dənə başdan baxım. Deməli, koordinatlarını dedik, toplanmasını, çıxılmasını, ədədə vurulmasını, vahid vektor dedik, uzunluq modul mütləq qiymət dedik, koordinat oxunan veriləni dedik, bu tipli nümunələrdən nə dedik, getdik. Bu belə. Test toplusunda buna aid suallar. Bir dəqiqə, bunda